Çünki gün 2014-dən daha başlamısan bura gələndən, yəni bir geri dönüş olsaydı da tutalım, düzdürmü? Sən həmin o işi, yəni başdan həmin işlə məşğul olar, yoxsa deyərdin, yox, mən bu vaxtı, sərf elədiyim vaxtı, yəni başqa bir şey yönəldərdim, daha çox qazanardım. Dediyin kimi o sevdiyin işlə məşğul olmağın üstünlüyü çoxdur. Həqiqətən o yöndə sən özünü inkişaf elətdirməyə daha çox meyilli olursan. Yəni həm işini sevdiyinə görə sənin orada iş qrafiki məsələn olmur. Saat 7 oldu, mən çıxım gedim evə, yoruldum. Demək olar iş qrafiki yönündən yaxınlaşmırsan da. Mən bunu bir növ kitab oxumağa bənzədirəm. Yəni sevdiyin tərzdə kitabı oxuyanda necə olur və sevmədiyin kitabı oxuyanda necə olur? Sevmədiyin kitabı qabağına qoysunlar bir nəfərin ki, kimyanın məsəl üçün dərinlikləri kitabını. Yəni o kitabı bəlkə 10 ilə, 20 ilə qutarar həmin adam, amma elə bir maraqlı bir mövzu versinlər adama, cəlb edici mövzu olsun. Həmin gecəni yatmaz, misal üçün bir gün. 2014-dən